Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Onların hüququdur. Bütün beynəlxalq konvensiyaları bu hüququ onlar üçün tanıyır və biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. ildə Azərbaycan Daşqınlar Cəmiyyəti kimi yaradılan və 2022-ci ildə yenidən təşkilatlanaraq Qərbi Azərbaycan icması adlanan qurum, ötən əsrdə Ermənistandan qurulmuş Azərbaycanlıların fikri dairə hüququnun müdafiəsi ilə məşğuldur. Qərbi Azərbaycanlılar kimlərdir? Ermənistandan qurulmuş Azərbaycanlılar həm özləri, həm də başqaları tərəfindən tarixi baxımdan həmişə Qərbi Azərbaycanlı adlandırılırlar. Qərbi Azərbaycanın icmanın adı kimi istifadəsi özünü identifikasiya əsas hüququndan irəli gəlir və heç bir siyasi və ərazi iddiası mənası kəsb etmir. Gəlin Qərbi Azərbaycanlıların faciəvi həyat hekayəsinə daha yaxından nəzər salaq. Azərbaycan xalqı son 2 əsrdə silahlı münaqişələrdən, işğaldan, etnik təmizləmədən, məcburi köçürülmələrdən, soyqırımlarından çox əziyyət çəkir. Ərazisi əsasən indiki Ermənistanın ərazisini əhatə edən İrəvan xalqının ərazisinin 80%-dən çoxunu azərbaycanlıları. İndiki Ermənistan ərazisinin tamamilə qorunması 1991-ci ildə başa çatdırılır. Bizə tez sual verilir. 2 il yarım ərzində biz nəyə nail ola bildik? İlk növbədə biz insanların itirilməkdə olan ümidlərini geri qaytara bildik. Və Qərbi Azərbaycan ideyası ətrafında bütün insanlarımızın toplaşmasını, birləşməsini təmin edə bildik. Bizim Qərbi Azərbaycanın bütün rayonları, yəni sonuncu deportasiya zamanı gələn 22 rayonu üzrə və 300-ə yaxın kəndi üzrə rayon və kənd icmalarımız formalaşdı və insanlarımız bu icmaların tərkibində Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsinə qoşuldular. İkinci bizim böyük uğurumuz ondan ibarət oldu ki, biz bu ideyanı ümumilli ideyaya çevirə bildik. Bugünkü tədbirimiz də bu məsələnin əyani sübutudur. Hər birinizi təbrik edirəm. Allah kəsdiyiniz qurbanları, hak etdiyiniz duaları qəbul etsin. Və eyni zamanda bilirsiniz ki, 5 iyundur. İyun ayı bizim üçün ən yadda qalan aylardandır. 15 iyun məhz bizim bugünkü gün. Biz bu tədbirdə əyləşmişiksə, biz bunun lövlərimizə başlayırıq, borcluyuz. Bilirsiniz ki, məhz bizim qurtuluş günümüz 15 iyun kimi tarixə düşürdür. Bu bayram münasibətinə sizin hər birinizi təbrik edirəm. Və elə Xaçmaz rayonunda bilirsiniz ki, həm Cənub, eyni zamanda Şimal rayonlarında separatizm baş qaldırmışdır və Azərbaycan tam vətəndaş müharibəsi astanasında. Düzdür, mənim həmin dövr uşaqlıq dövrüm Gəncə şəhərində keçirdi. Elə bilavasitə demək olar ki, bu hadisələr şahid olmuşum. O vaxtçı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ilə Sürət Hüseynovun birləşməsi arasında müəyyən münaqişə baş verdi. 35
15 nəfər həmin münaqişə zamanı həyatını itirdi. Eyni zamanda bir qrup o vaxtki hakimiyyət dövründə hansı ki, Sürət Hüseynov onların qruplaşmasını demək olar ki, hər birini əsir götürmüş. Və sözsüz ki, bu Azərbaycanın çıxış yolundan gətirə biləcək yalnız bir şəxsiyyət vardır ki, o da bizim xalqımızın silahları Ulu Öndərimiz. Elə bizim bir qrup dəyərli ziyalılarımızın, akademik və professorlarımızın məhz Ulu Öndərə müraciəti sayəsində Ulu Öndərimiz bu tali yüklü məsələni öz öhdəsində. Həm tarixi baxımdan, həm də milli və mənəvi dəyərlər baxımından mühəvviyyət kəsb edən qayıdış missiyasıdır. Hər bir millət öz tarixində və taleyində qayıdış vəzifəsini yaşayıb. Azərbaycan xalqı da indiki yüksəliş və inkişaf dövründə öz qarşısına qoyduğu tarixi vəzifələrin içərisində qayıdış fəlsəfəsini və qayıdış məfkurəsini ayrıca vurğulayır. Düşünürəm ki, Prezident İlham Əliyevin uğurla Azərbaycana böyük faydalar gətirən siyasətinin ən mühüm aspektlərindən biri qayıdış fəlsəfəsinin müasir Azərbaycanın həyatına və gerçəkliyinə gətirilməsi sayıla bilər. Özünü qərbi Azərbaycanlı hesab edən hər bir Azərbaycanlı uğur arzulayıram və əminəm ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən Müzəffər Ali Başkanımızdan, hörmətli Prezidentimizin rəhbərliyi ilə biz Dədə-Baba torpaqlarımıza qayıdacağıq, orada yaşayacağıq, yaranacağıq və Azərbaycan adını daha da yüksəyə qaldıracaq. Belə bir möhtəşəm tədbirin keçirilməsi hesab edirəm ki, məhz 1920-ci ildən aprel-may ayında vətənimiz, dövlətimiz uğrunda canından keçmiş o milli qəhrəmanların, o xalq qəhrəmanlarının ruhuna da böyük sayğıdır. Çünki həmin o qəhrəmanlar, o xalq qəhrəmanlar Azərbaycanın qərbi, şərqli, şimallı, cənublu necə deyirlər, xəyallarında və o yol uğrunda, o missiya uğrunda döyüşüblər. Bunlar da bizim taxta. Fərhad müəllim öz yaşları atasıdır. Eyni zamanda bu taxtın rəhbəri. Var. Hal-hazırda, məsəl üçün, Qahtıda 7 manat 50 gəlir. Bakıda 20 manatdan bahadır. Elə dedim ki, bunlar hamısı indi hələ müəyyən sortlardan sonra başlayacaq. Hal-hazırda Romanovlar. Bunların adı Prustal. Çok yaxşı. Sağ olun. Orandan hələ əsas şeyə baxın, Gülisçiklər. Bunlar da bizim hamısı Fatmada gelir. Yo. Hamısı Fatmada sağlam. Agroman şirkəti var. Bəli, Fatmada. Burada Evromarket, orada şəbəkəsi var. Gördü böyle. Birazdan bilsem 3 gün yere girmeye nahar edemiyor. Sonra Əzməlim qalsa Bərələ. Bərələ salçası. Bu limonatlardır. Sonra bu şərabdır. Bu şərabdır. İşte Kürtaltılar. Salam aleyküm. Bunlar ne soktu? Bunlar Kürtaltılar. Bana hoş gelmişsiniz. Sizi hamd salamlayırım. Valla uğurlar razı olsun. Adam bilməz bunu, çoxuna soruşsun. Nədir isimləri? Uşaqlıqda biz bundan geyinmişik, mən geyinmişəm şəxsən. Mən bilməm. Çarıqdım, hə. Mən geyinmişəm. Bu cür geyinməz. İpdən bağlı, tabandan bağlı. Gəlişəm, xoş gəlmişsiniz bizimlə. Sağ olun, necəsiniz? Bu da ikinci.